Çox bilmişin cavabının mütəxəssis rəyi buraxılışında efirdəyik. Bugünkü qonağımız Leyla Balakişiyeva ilə 3 veriliş əsnasında ortaya çıxan problemlərdən söhbət açacağıq. Leyla xanım, xoş gəlmisiniz verilişimizə. Salam, hər vaxtınız xeyir olsun. Xoş gördüm. Leyla xanım, yəqin ki, bizim çox bilmişin cavabı verilişimizin 3 buraxılışını seyr eləmisiniz siz də. Bəli, izləmişəm. Bunlardan ilki olaraq və uşaqların cavablarından ortaya çıxan müəyyən bir problemlər var idi ki, hazırki zamanda tək bizim verilişdə səslənmirdi. Eyni zamanda həm ailədə, həm məktəbdə, həm bağçalarda mövcud olan problemləri uşaqlar özləri də bilmədən dilə gətirmişdilər. Televiziya ekranlarında yayımlanan ailə məişət mövzulu proqramların uşaqların tərbiyəsində necə rol oynadığı ilə bağlı sizlə danışmaq istəyərdim. Ailə və məişət tipli belə proqramların ümumiyyətlə uşaq psixologiyasına bir çox mənfi təsirləri olur ki, bu mənfi təsirlərdən qeyd edək ki, məsəl üçün proqramlarda göstərilir ailə içi münaqişələrdir, bunlar yayımlanır, ailə daxili boşanmalardır və yaxud da ki, ailədə bir-birinə qarşı olan ünsiyyətin düzgün qurulmamasıdır ki, bu da uşaqların gələcəkdə bir şəxsiyyət kimi formalaşmasına birbaşa mənfi təsirlərini göstərir ki, uşaqlar məsəl üçün baxırlar bu proqramlara, öz ailəsi ilə artıq müqayisə etməyə çalışırlar ki, mənim ailəmdə də münaqişələr olduqda bu hallar ola bilərmi, boşanmaya gedib çıxa bilərmi? Eyni zamanda uşaqların psixologiyasına da mənfi təsir göstərir ki, artıq orada gördüklərini eynisini təqlid etməyə başlayırlar. Orada görülən mənfi davranışlardır və yaxud da ki, insanların bir-birinə qarşı olan aqressiyasıdır ki, bunlar uşaqlara birbaşa təsir göstərir və uşaqlar eynisini valideyninə qarşı və yaxud da ki, ətraf mühitə qarşı eynisini etməyə çalışırlar. Bu tipli verilişlərdə ümumiyyətlə ailə daxili münaqişələr tək yox, yəni eyni zamanda dəvət olunan qonaqların bir-biri ilə ünsiyyətdə qışqıraraq, çox aqressiv şəkildə davranması da uşaqların fikrinin formalaşmasında, tərbiyəsində, yəni müəyyən rol oynayır. Bu barədə sizin də fikrinizi öyrənmək çox xoş olardı bizə. Aha, ümumiyyətlə belə bir proqramlarda insanlar bir-birlərini başa düşməlidir, dinləməyi bacarmalıdırlar və söhbət ailə və məişət problemlərindən gedirsə, hər iki tərəf də bir-birini dinləməlidir. İstər qonaqlar olsun, istər iştirak edən digər şəxslər olsun, bir-birlərini dinləməyi bacarmalıdırlar. Ancaq bir-birlərini dinləmədikdə, aqressiv şəkildə bir-birlərinə yanaşdıqda, təbii ki də bu da uşağa mənfi təsir göstərir ki, uşaq artıq ünsiyyət prosesinin necə qurulduğunu öyrənməyə çalışır və insanlar arasında belə bir anlaşılmazlıq olduğunu, eyni zamanda bir-birinə aqressiv müraciət etdiklərini gördükdə, təbii ki də uşaq eynisini başqa insanlara da qaytarmağa çalışır ki, artıq ünsiyyət prosesində bu da mənfi təsirini göstərir. Dediniz ki, dinləməyi öyrətməliyik. Dinləmək mədəniyyətini formalaşdırmaq üçün nə etməliyik? Ümumiyyətlə uşaqlar dinləmə qabiliyyətini ilk növbədə ailədən öyrənir. Çünki ailə mühitinə doğulur və təbii ki də ilk növbədə ailə ilə ünsiyyət formalaşır, ailənin ona yanaşma tərzidir ki, gələcəkdə onun cəmiyyət içərisində necə sosiallaşmağıdır və yaxud da ki, necə bir şəxsiyyət kimi yetişməsinə əsas təməlində ailə dayanır. Əgər ailə arasında ünsiyyət düzgün şəkildə qurulsa, ailə arasında ana-ata bir-birini dinləsə, eyni zamanda ana-ata uşağını dinləməyi bacarsa, təbii ki də uşaqda da artıq bu dinləmə qabiliyyəti formalaşmağa başlayır. Baxın, sözünüzün arasında sosiallaşmaq mövzusuna toxundunuz. Çox da yaxşı ki, buna toxundunuz. Bu sosiallaşmağı üçün uşaqların, yəni məktəbdən qabaq bağçalar önəmlidir. Bizim izləyicilərimizə bağçalara uşaqları niyə yönəltməliyik? Bu barədə zəhmət olmasa tövsiyələrinizi verərdiniz. Bağça ümumiyyətlə uşaqların sosiallaşmağı üçün bir mühitdir. Çox vaxt valideynlər müraciət edir ki, uşağım məsəl üçün danışmır, ancaq bağçaya qoyum, bağçada danışar. Ancaq bu belə deyil. Uşağın əgər danışmırsa, uşağı ilk növbədə bu danışmamasının səbəbi tapılmalıdır. Bəlkə də ola bilər ki, bu uşağın hər hansı bir beyni ilə əlaqədar olan bir prosesdir və yaxud da ki, cəmiyyət içərisində sosiallaşmaqdan qaçan bir uşaqdır. Yəni bağçaya qoyurlar, bu isə artıq uşaqda mənfi təsirlər də ola bilər ki, danışmayan bir uşaqdır, sosiallaşmağı sevməyən bir uşaqdırsa, bağça mühitinə aparıb qoyulduqda uşağın burada adaptasiya dönəmi də var ki, adaptasiya ola bilmir, sosiallaşmaqda çətinlik çəkir və təbii ki də öz fikirlərini
istifadə edə bilmir. Bu isə uşaqda daha çox içinə qapanma hallarına gətirib çıxara bilir. Onun üçün isə ilk növbədə valideynlər baxmalıdır ki, uşaq bağça mərhələsinə hazırdırmı və bağça mərhələsinə uşağı hazırlaşdırmaq lazımdır. Hər bir valideyn bunu bilməlidir və maariflənməlidir. Artıq uşağı bağça mühitinə qoyduqdan sonra sosiallaşır və sonradan isə artıq məktəb mühitinə hazırlıq gedir. Telefon, planşet, kompüter dövrümüzün bəlasımı desəm, dövrümüzün müsbət bir inkişaf yönümlü vasitəsimi desəm daha düzgün olar. Uşaqları bu vasitələrdən düzgün istifadəyə artıq ayırmaq demirəm, çünki görürəm ki, bu qeyri-mümkün bir şeydir. Düzgün istifadəyə necə yönəltməliyik? Aha. İlk növbədə onu qeyd edim ki, araşdırmalar da göstərir ki, 0-2 yaş aralığında uşaqlara ümumiyyətlə texnologiya vasitələrdən uzaq tutmaq lazımdır. Yəni çünki uşağın inkişaf dövrüdür və təbii ki də bu mərhələdə uşaqla davamlı olaraq ünsiyyət qurulmalıdır, oyun prosesi olmalıdır ki, uşağın inkişafına müsbət təsir göstərsin. Telefon, televizordur, planşetdir, bunlar artıq mənfi təsirlərini göstərir. Çox vaxt valideynlər bunu uşağı sakitləşdirmək üçün və yaxud da ki, yeməyini yedizdirmək üçün bir vasitə olaraq istifadə edirlər ki, telefonu verim uşağa, uşaq telefona baxsın, sakitləşsin, sakit dayansın və yaxud da ki, yeməyini yesin. Ancaq burada nəzərə almırlar ki, bu uşağa mənfi təsirlər bağışlayır. Məsəl üçün qida pozuntusuna, yuxu pozuntusuna gətirib çıxara bilir. Eyni zamanda ünsiyyət prosesinə də mənfi təsir göstərir ki, uşağın izlədiyi görüntülər də artıq buna daha bir mənfi təsirlər göstərir ki, aqressiya meyillik və yaxud da şiddətə meyillik yarada bilir və yaxud da ki, nitqində hər hansı bir qüsurların yaranmasına gətirib çıxara bilir. Onun üçün 0-2 yaş aralığında uşaqlara telefon və televizor istifadəsi dayandırılsa daha yaxşıdır. Və 2 yaşdan sonra isə 2-5 yaş aralığında isə artıq gün ərzində 1 saat, ancaq burada da valideyn nəzarəti olmalıdır ki, uşağı inkişaf etdirici hər hansı bir cizgi filmlər izləsin. Məsəl üçün heyvanları tanımağıdır, rəngləri tanımağıdır və yaxud da ki, onu inkişaf etdirəcək hər hansı bir oyunlar. Və sonradan isə artıq yenidən uşaqda yaş artdıqca valideyn nəzarəti ilə artıq müəyyən məhdud səviyyədə telefon və televizor istifadə olunmalıdır və səmərəli şəkildə istifadə olunmalıdır. Çox doğru vurğuladınız, səmərəli istifadə olunmalıdır və bizə səmərə verən bir vasitələrdən biri də, daha önəmlisi kitabdır. Uşaqları kitab oxumağa, kitab oxumaq vərdişini uşaqlarda necə yaratmalıyıq? İlk növbədə bunu qeyd etmək istəyirəm ki, uşaqda bir vərdişi formalaşdırmaq istəyirlərsə, ilk növbədə valideyn o vərdişi etməlidir. Məsəl üçün, valideyn davamlı olaraq telefondan istifadə edirsə, uşaq da eynisini edəcəkdir. Və yaxud da ki, valideyn davamlı olaraq kitab oxuyursa, özünü inkişaf etdirirsə, sosiallaşırsa, uşaq da eynisini etməyə başlayacaqdır. Çünki valideyn evdə hansı işlə məşğul oldusa, uşaq da eynisini təqlid edəcəkdir. Valideyni çünki rol modeli olaraq görür. Ana, ata hansı davranışları sərgiləsə, uşaq da eynisini etməyə başlayacaqdır. Və uşaqlar doğulduğu andan artıq onlarda təqlid formalaşmağa başlayır və təqlid etməyə çalışırlar. Çünki anaları, ataları onlar üçün bir belə deyim, ilahi qüvvə sayılır. Yəni çünki onları həyata hazırlaşdıran, bu həyat mərhələlərinə hazırlaşdıran, öyrədən ilk növbədə valideyndir. Əgər valideyn evdə məsəl üçün hər şeyi vaxtını düzgün səmərəli istifadə edirsə, kitab oxuyursa, özünü inkişaf etdirirsə, sosiallaşırsa, uşaq da artıq eynisini etməyə başlayacaqdır. Baxın, elə keçid elədik biz yumşaq şəkildə növbəti sualımıza. Müasir dövrdə valideyn-uşaq münasibəti necə təşkil olmalıdır? Biz müəyyən sərhədləri uşaqlarımıza necə qoymalıyıq ki, o sərhədlər onlarda yəni divar şəklində, məftil, tikanlı məftil şəklində deyil də, yumşaq bir cizgi şəklində olsun ki, onlar həm ona riayət eləsinlər o sərhəddə kənara çıxmamağa, həm də eyni zamanda onların o şəxsiyyət kimi formalaşmağına mane olmasın o sərhədlər. Valideynlər ümumiyyətlə uşaqlara bir sərhəd qoyduqda, qadağa qoyduqda, ilk növbədə bunu səbəbini açıqlamalıdır. Çünki biz özümüz də bir insanıq və təbii ki də bizə bir qadağa qoyulsa, bu bizə daha çox maraq yaradar. Və təbii ki də o qadağaya daha çox öyrənməyə çalışarıq ki, bu nə üçün mənə qadağa qoyulubdur, nəyə görə olmaz? Yəni çünki bu olmazı səbəbini axtarırıq biz. Ona görə də eynən uşaqlarda da inkişaf edən bir dövrdədirsə, mərhələdədirsə, təbii ki də uşaqlara da valideynlər qadağa qoyduqda, nizam-intizamı öyrətdikdə ilk növbədə bunun səbəbini açıqlamalıdır ki, məsəl üçün bu telefon, televizoru qadağa qoyuram. Nəyə görə bunu qadağa qoyuram? Sənin inkişafına mənfi təsirlər bağışlayır deyə və bunu izah etməlidir. Uşaq artıq bu izahı gördükdən sonra və eyni zamanda valideyndə də eyni davranışları gördükdən sonra artıq o qadağalara, əməllərə tabe olmağa çalışır. Onun üçün isə valideyn və övlad münasibətlərində qadağa qoyulursa,
Bunu valideyn izah etməlidir, səbirli şəkildə olmalıdır və uşağı dinləməyi bacarmalıdır. Eyni zamanda uşaqla ünsiyyət qurarkən göz kontaktına diqqət yetirməlidir ki, çox vaxt valideynlər görürük ki, məsəl üçün, valideynin boyu uzundur, təbii ki də uşaq da kiçikdir. Ancaq yuxarıdan durub uşağa, əmr verir və yaxud da ki, qadağalar qoyur, ünsiyyət qurmağa çalışır və bu da artıq düzgün, sağlam şəkildə bir ünsiyyət olmur. Onun üçün uşaqla göz kontaktı qurmalıdır. Eyni boy səviyyəsində olub artıq göz kontaktı yaradaraq ona vəziyyəti izah etməlidir. Eyni zamanda uşağı dinləməyi bacarmalıdır. Nəsillər dəyişir və nəsillər dəyişdikcə də bu nəsillərin yetişdirdiyi nümayəndələrin dərk etmə qabiliyyəti, inkişaf qabiliyyəti çox fərqli olur. Və sonuncu nəsil də Z nəsildir. Digər nəsillərdən onların fərqini istəyərdim valideynlərə, bizə baxanlara izah eləyəsiz və eyni zamanda onlara münasibət fərqini, yəni əvvəlki dönəmlərdəki uşaqlara yanaşma bu cür idi, indi isə bu cür idi. Bu cür olmalıdır daha doğrusu. Onun fərqini, oxşar fərqli cəhətlərini izah eləyərdi zəhmət olmasa. Ümumiyyətlə keçmiş dövrlə indiki dövrü nəzərə alsaq, yəni əvvəlki zamanda uşaqları məsəl üçün tərbiyəsi üçün döyürdülər, şiddət göstərirdilər, aqressiv yanaşırdılar və yaxud da ki, qadağa qoyulduqda artıq uşağa bunu izah etmirdilər. Bu psixologiyada olan insanlar da artıq öyrəşmişdilər. Bir baxımdan öyrənmiş acizlik idi ki, bu artıq öyrəşirdilər, bilirdilər ki, valideynlər də belə yetişdirilibdi, özləri də belə yetişdiriləcəkdi və zincir var ki, nəsillər arası dəyişməyən bu zincirlər var ki, bir-biri ilə əlaqəlidir. Yəni valideyn uşağını necə tərbiyə edirsə, o uşaq da böyüdükdə öz övladını eynisilə tərbiyə Bu etməyə yanaşma çalışır. düzdürmü sizcə? Əslində bu yanaşma, doğru deyil. Yəni indiki nəsli nəzərə alsaq, Z nəslini nəzərə alsaq bu keçərli deyil. Məsəl üçün əvvəllər uşaqlara, şiddət göstərmələri normal qəbul olunsa, amma indi artıq normal qəbul olunmur və əvvəlki nəslin də insanlarına baxsaq, həqiqətən də çoxu da sağlam psixologiyada deyil. Yəni ona görə bu zənciri qırmaq lazımdır. İnsan fərqində olmalıdır ki, yəni hər bir insan fərdidir, uşaq da fərdidir və fərdi yanaşma lazımdır ki, bu onun psixologiyasına necə təsir edə bilər? Mənfimi təsir edə bilər, müsbətmi təsir edə bilər? Bunları nəzərə almaq lazımdır. Bəs bəzən həddən artıq sərbəstlik verilərsə, o təqdirdə bunun uşağa nə kimi zərərləri var? Uşağa həddən artıq sərbəstliyi, valideyn çox vaxt bunu hər ortamda, mühitdə etməyə çalışır. Məsəl üçün bir, yerə qonaq gedirlər və təbii ki də uşağa sərbəstlik verir. Uşaq da gedir, qonaq getdiyi evi dağıdır, əşyaları qırmağa başlayır. Bu zaman isə valideyn bildirir ki, qoy etsin, mən o uşağa sərbəstlik vermişəm, azadlıq vermişəm. Mən onun indi qarşısına alsam uşaqda mənfi təsirlər ola bilər. Ancaq valideyn bunu bilməlidir ki, sərbəstlik verilsə belə bu müəyyən çərçivə daxilində olmalıdır. Başqalarının məsəl üçün rahatını pozmamalıdır, ətraf mühitə təsir etməməlidir. Ailə daxilində sərbəstliyi verə bilərsiniz istədiyiniz qədər. Sizin evdəki əşyalarınızı qıra bilər və yaxud da ki, dağıda bilər. Yəni bunu sərbəstlik verdikdən sonra artıq uşağa bildirmək də lazımdır ki, müəyyən sərhədlər var. O sərhədləri keçməmək lazımdır və bunun üçün isə düzgün tərbiyə üsulunu seçmək lazımdır ki, uşağa izah olunsun və uşağı dinləsinlər. Baxın, elə sərbəstlik mövzusu demişkən, son vaxtlarda aktual problemlərdən biri olan məktəblərdə şagirdlərin davranışı mövzusuna da toxunmaq istərdim. Bildiyimiz qədərilə video görüntülərdən də çox yayılıbdır. Məlum olur ki, uşaqlar bəzən sərbəstlikdən ziyadə, yəni belə demək düzgündürsə, tərbiyəsizliyə də yol verirlər. Məktəbin ləvazimatlarına ziyan verirlər və yaxud da ki, müəllimlərə bəzən də qeyri-etik hərəkətlər sərgiləyirlər. Bunu da videolara lentə alırlar da və yaxud da telefonlarına çəkirlər. Bu mövzuda zəhmət olmasa deyərdiniz, müəllim şagird münasibəti, məktəbdə şagirdin davranışı ilə bağlı mövzulara toxunsaydınız. İlk növbədə onu qeyd edim ki, uşağın məktəbdə hər hansısa bir, mənfi davranışlar göstərməsin. Bunun bir neçə müxtəlif səbəblər ola bilər ki, bu ola bilsin ki, həmin uşaqda, hər hansısa bir fiziki narahatlıq nəticəsində ola bilər və yaxud da ki, bu sırf uşağın davranış modelinin düzgün formalaşmaması nəticəsində ola bilər ki, ailə daxilində düzgün tərbiyə seçilməyibdir, uşağa düzgün tərbiyə verilməyibdir və təbii ki də bu uşaq, davranış modeli nədir, sosial sərhədlər nədir, bunlar haqqında anlayışı yoxdur və məktəbdə, evdə necə davranırsa, məktəbdə də eynisini təkrar etməyə çalışır. Müəllimlərə qarşı, sinif yoldaşlarına qarşı mənfi davranışlar göstərir. Əgər belə bir hallar varsa, ilk növbədə müəllim
bu halları görürsə, valideynə və məktəb psixoloquna müraciət etməlidir ki, çünki bu uşağın davranışının səbəbləri araşdırılmalıdır ki, bu uşaq bunu nəyə əsasən edir? Məsəl üçün, emosional boşluqdadırmı, yoxsa hər hansı başqa bir problem var? Tərbiyəsi ilə əlaqədar bir şeydirmi? Ailə daxili hər hansı münasibətlər nəticəsindəmi olubdur? Bunları nəzərə almaq lazımdır və bunları valideyn, müəllim və şagird, eyni zamanda məktəb psixoloqu paralel şəkildə işləməlidir ki, paralel şəkildə iş aparıldıqda artıq uğurlu nəticələr də əldə etmək olur. Məsəl üçün, sadəcə psixoloq iş aparsa, valideyn, müəllim və yaxud da ki, uşağın özü bir çaba sərf etməsə, göstərməsə, təbii ki də bu zaman artıq uğurlu bir nəticədən söz etmək mümkün deyil. Yəni bəzən niyə məktəb deyirəm? Çünki günlərin çox saatı uşaqların məktəblərdə keçir və şiddət göstərmə və yaxud da ki, bullying tətbiq edən uşaqlar. Yəni bunlar niyə belə davranırlar? Eyni zamanda bu mövzuya da toxunun ki, zəhmət olmasa, bullyingə məruz qalan uşaq necə davranmalıdır? Valideyn olsun, müəllim olsun, bunu uşağa necə aşılamalıyıq ki, o təzyiqə məruz qaldığı zaman davranışını düzgün sərgiləsin? İlk növbədə onu qeyd edim ki, bullying həm emosional, eyni zamanda sosial və fiziki ola bilər ki, uşaqlarda məsəl üçün fiziki şiddət törədə bilər, həm yaşıdları tərəfindən, eyni zamanda emosional olaraq onlara təhqir edə bilərlər və yaxud da ki, müəyyən ləqəblər qoya bilərlər ki, və yaxud da ki, hər hansı qrupdan təcrid edə bilərlər ki, qrupa qoşulmamaq üçün onu artıq çıxdaş etmək deyək belə edirlər. Əgər bir uşaq bullyingə məruz qalıbsa, məktəbli bir uşaq, İlk növbədə onu qeyd etməlidir ki, bu bullyingə məruz qalan uşaq başa düşməlidir ki, problem özündə deyil də qarşı tərəfdədir. Və bu bullyingə məruz qalan uşaq çox vaxt özgüvən əksikliyi yaşayır və özünə qapanma halları ola bilər ki, bu uşaqlarda çox vaxt günahı özlərində görməyə başlayırlar ki, yəqin məndə günah var ki, səhv məndədir ki, həmin uşaqlar gəlib məni vurdu və yaxud da ki, hər hansısa təhqiramiz bir sözlər dedilər. Ona görə uşaqlar ilk növbədə səbirli olmalıdırlar və çox vaxt da buna reaksiya bildirməməlidirlər. Bəzən reaksiya bildirməməyi elə düşünürlər ki, zəiflik ola bilər, ancaq belə deyil. Reaksiya verdikdə çünki qarşı tərəf bullying törədən şəxs bu reaksiyanı gözləyir. Ondan hər hansısa bir mənfi, aqressiv reaksiyanı gözləyir və yaxud da ki, onun ağlamasını gözləyir. Onun üçün uşaq səbirli olmalıdır, sakitliyini qorumalıdır və bullyingə məruz qalıbsa, bunu məktəb müəlliminə, eyni zamanda valideyninə bildirməlidir, yeri gəlsə məktəb psixoloquna da bildirməlidir ki, yəni bu vəziyyətdən çıxış yolları axtarılsın. Eyni zamanda bullying törədən şəxsin də valideynlə ilə də ünsiyyət olunmalıdır ki, həmin bullying törədən uşağın emosional boşluğu olduğu üçün artıq bu bullying törətməyə çalışır, cəhd göstərir və özünü sübut etməyə çalışır. Bu uşağın da artıq psixoloq məşğul olmalıdır, eyni zamanda məktəb müəllimi də yanaşması önəmlidir və valideyn yanaşması da önəmlidir. Verilişimizin əvvəlində sizə dedim ki, 3 veriliş əsnasında çəkilən uşaqların danışıqlarından irəli gələn problemlərə toxunacağıq. Bu problemlərdən biri də uşaqların şəxsi əşyalarına kimisə toxunmağından xoşları gəlməməsi idi. Deyirdi, mən istəmirəm, dəftər mənimdirsə, çanta mənimdirsə, ona bir başqası toxunmasın. Burada problem hansı tərəfdədir? Toxunan tərəfdə, yoxsa onu əşyalarına toxunmağını istəməyən tərəfdə? Əslində belə deyim, toxunan tərəf ilk növbədə ona uşağa bildirmək lazımdır ki, sərhədlər var. Əgər uşaqda sosial sərhədlər, davranış modeli düzgün qurulmayıbsa, artıq başqalarının əşyalarına icazəsiz toxunmağa, icazəsiz götürməyə meyilli olurlar. Ona görə ailədə bu uşağa öyrədilməlidir ki, sosial sərhədlər var, davranış modeli var ki, başqalarının əşyalarına toxunmadan öncə icazə almaq lazımdır. Əgər qarşımızdakı şəxs icazə versə, həmin əşyanı götürə bilərik. Çünki o qarşımızdakı şəxsin öz şəxsi əşyasıdır və şəxsi əşyasına toxunan şəxs uşaq isə artıq məsəl üçün istəmirsə bunu açıq formada bildirməlidir və sakit bir tempdə bildirməlidir. Əgər bu aqressiv davranırsa, aqressiv yanaşırsa, onun əşyalarına toxunulduqda aqressiya bildirirsə, artıq bu uşağın özündə də psixoloq araşdırmalıdır ki, nə üçün bu uşaq belə hallarda aqressiv davranır və yaxud da ki, onun əşyasına toxunmaq istəyən şəxsə qarşı şiddət törətməyə meyilli olur və yaxud da ki, başqa hallar. Bunun üçün isə hər iki uşağın da psixologiyası araşdırılmalıdır. Söhbətimiz əsnasında dəfələrlə vurğuladıq ki, hər hansı bir problemi hiss eləyəndə psixoloqa getməlidir valideynlər. Amma indiki zamanda valideynlər yetərincə müraciət edirmi psixoloqlara?
Əslində müraciət edən valideynlər çox olur. Uşaqlarında hər hansı bir problem olduğunu görürlər və fərqindədirlər ki, bu problemi aradan qaldırmaq lazımdır. Amma valideynlər bəzən bu problemi görsələr belə bunun üçün cəhd sərf etmirlər. Məsəl üçün çaba göstərmirlər. Gəlirlər sadəcə mütəxəssisdən gözləyirlər ki, hər şeyi mütəxəssisə gətirdim. Hə, mən problemi gördüm, uşağımı mütəxəssisə gətirdim. Mütəxəssis artıq yetər qədər məşğul olacaqdır və uşağı düzəldəcəkdir, sağlam bir psixologiyada edəcəkdir. Amma bunun fərqində deyirlər ki, uşağın sağlam psixologiyada olması valideyndən asılıdır. Yəni burada sadəcə mütəxəssis bir dəstək verici olur. Valideyni maarifləndirir, eyni zamanda uşaqla iş aparır. Burada artıq paralel şəkildə iş olmalıdır ki, valideyn, uşaq və mütəxəssis birgə iş aparmalıdır ki, çünki ortada bir problem varsa, bunun 30% valideyndən asılıdır, 30% uşaqdan asılıdır, 30% mütəxəssisdən və 10% isə artıq sosial mühitə düşür. Ona görə isə artıq burada paralel şəkildə iş aparılmalıdır. Valideyn sadəcə mütəxəssisdən gözləməməlidir ki, mütəxəssis həll edəcəkdir. Mütəxəssis mərkəz daxilində uşaqla bir neçə saat məşğul olacaq və bunun bir neçə saatından sonra uşaq yenidən gedəcəkdir, sosial mühitə düşəcəkdir, ailə mühitinə düşəcəkdir və orada təsirlər yenə olacaqdır. Ona görə uşağın ailə mühiti də, ailənin də yanaşması önəmlidir ki, məsəl üçün psixoloqa müraciət edirsə, artıq burada psixoloqla paralel şəkildə iş aparmalıdır. Verilişlərimizin birində çox bilmişlərimizdən biri belə bir mövzuya toxundu ki, müəllim və uşaq arasında ünsiyyət, şagird arasında ünsiyyətə və o belə bir söz dedi. Biz niyə ayağa qalxmalıyıq ki, hər dəfə müəllim girəndə və yaxud da ki, müəllim deyir ki, tutam saqqızı çiynəmə, nə olur ki, deyir qulaq asıram da dərsimə, saqqızı çiynəyirəm də, səs salmıram ki. Baxın elə bu sözlərdən irəli gələrək demək istəyərdim ki, müəllim və şagird arasında münasibət necə qurulmalıdır ki, uşaqlarımız məktəbdə özlərini komfortlu saysınlar, rahat saysınlar. Müəllim və şagird arasında ünsiyyət prosesi ümumiyyətlə uşağın təhsil sisteminə birbaşa təsirini göstərir ki, artıq burada təhsilə qarşı motivasiyasına da böyük təsir göstərir. Əgər müəllim və şagird arasında sağlam bir ünsiyyət prosesi yoxdursa, məsəl üçün müəllim şagirdi dinləmirsə, eyni zamanda şagird suala cavab vermək istədikdə əlini qaldırdıqda, müəllim onu görməzdən gəlirsə və bir uşağa daha çox diqqət ayırıb, digər uşağa isə az bir diqqət ayırsa, təbii ki də bu uşağın artıq həmin dərsə qarşı, fənnə qarşı marağını azaldır. Və özüm də bu hallarla çox rastlaşmışam seanslarımda ki, məsəl üçün uşaq gəlibdir və təbii ki də soruşuram ki, hansı fənləri sevirsən? Və bildirir ki, bu fənləri sevirəm, bu fənləri sevmirəm. Sevmədiyi fənlərin isə artıq səbəbini araşdırmağa çalışıram ki, nə üçün sevmir və araşdırma nəticəsində öyrənirəm ki, müəllimə əsasən sevmir. Çünki deyir müəllim məni görmür, məsəl üçün mən əlimi qaldırıram, suala cavab vermək istəyirəm, müəllim məni görmür, qaldırmır. Eyni zamanda qiymətimi çox aşağı yazır və yaxud da ki, dərs sırasında üstümə çox qışqırır və təbii ki də o fənnə qarşı artıq uşağın motivasiyası azalır. Və valideynə də bu maraqlı gəlir ki, uşaq nə üçün bu fənlərə qarşı marağı azalıbdır? Ancaq bunun səbəblərindən biri isə artıq müəllimin yanaşmasıdır. Ona görə müəllimlər bunlara ciddi nəzarət etməlidir ki, uşaqla sağlam ünsiyyət qurulmalıdır. Məsəl üçün sinifdə 20 uşaq varsa, 20-sinə də düzdür, çox diqqət ayıra bilməsə belə, amma hər birinə balanslı şəkildə diqqət ayırmalıdır ki, vaxt ayırmalıdır ki, uşaqlara hər birinə suallara məsəl üçün cavab versin, uşaqlar hər biri aktiv şəkildə iştirak eləsin, onların istəkləri nəzərə alınsın və yaxud da ki, onları dinləməyi bacarmalıdır. Siniflərdə uşaq sayına toxundunuz. Hazırki siniflərdə uşaq sayı da az deyil və uşaq sayı çox olanda da müəllim hər birinə ayrı-ayrılıqda 45 dəqiqə ərzində istənilən vaxt bölgüsünü düzgün apara bilmir. Bu təqdirdə, yəni məktəblərdə psixoloqlar müəllimlərlə də ünsiyyət qurmalıdırmı? Əlbəttə ki, vaciblidir. Çünki bir sinifdə məsəl üçün 30 uşaq varsa, təbii ki də bir müəllim varsa, burada artıq müəllimin onları idarə etməsi çətin olur. Çünki hər uşaqda fərqli davranış olur, fərqli ailədən gəlir, fərqli yetişdirilmə tərzləri olur deyə hər bir uşaq fərqlidir. Və içərisində problemli uşaqlar da ola bilər, xüsusi qayğıya ehtiyacı olan uşaqlar da ola bilər.
və müəllim artıq burada necə edəcəyini bilmir. Özü də dəstəyə ehtiyac duyur ki, burada artıq həm müəllim yoldaşlarının dəstəyi olmalıdır, eyni zamanda məktəb psixoloqunun da dəstəyi olmalıdır ki, burada həm məsəl üçün sinifdə problemli davranış göstərən uşaqla iş aparsın, eyni zamanda müəllimlə də iş aparsın ki, artıq müəllimə bu qaydaları öyrətmək lazımdır ki, uşaqları necə nəzarətdə saxlamaq lazımdır, uşaqlara necə yanaşmaq lazımdır, onları düzgün sağlam psixologiyada öyrətmək üçün eyni zamanda məktəbə qarşı, dərsə qarşı motivasiyasını artırmaq üçün nələr etmək lazımdır? Burada artıq məktəb psixoloqunun dəstəyi olmalıdır. Xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumiləşmiş siniflərdə dərs almasına və yaxud da həmin uşaqlarla ayrıca münasibət necə qurulmalıdır ki, onlar ümumi sinifdə davranış qaydalarını pozmasınlar? Əgər sinif daxilində xüsusi qayğıya ehtiyacı olan bir uşaq varsa və müəllim bunu görürsə, ilk növbədə valideynə və məktəb psixoloquna müraciət etməlidir ki, çünki bu uşaqla artıq xüsusi iş aparılmalıdır, fərdi yanaşma lazımdır ki, mərkəzə aparılsın, bu uşaqla məsəl üçün problem nədirsə, artıq bu problemə bir çözüm tapılmalıdır, çıxış yolu axtarılmalıdır və uşağın problemi öyrənildikdən sonra artıq uşağı cəmiyyətə qazandırılacaq səviyyədə çatdırmaq lazımdır ki, sonradan isə artıq təhsil mühitinə yönləndirilsin. Bugünkü verilişimiz əsnasında tez-tez vurğuladıq ki, həm valideynlər, həm müəllimlər, eyni zamanda uşaqlar da psixoloqlarla birbaşa ünsiyyətdə olmalıdır mütəmadi olaraq. Bəs gəlin baxaq görək, elə məktəb şəraitində psixoloqlar yetərli saydadırmı ki, həm müəllimlər yararlana bilsinlər o xidmətdən, həm şagirdlər? İndiki vəziyyətə əsasən nəzərə alsaq ki, məktəbdə müəllimlərin sayı çoxdur, eyni zamanda şagirdlərin sayı da çoxdur ki, və bir məktəbə bir psixoloq verirlər və təbii ki də bu yetərli qədər deyil. Çünki bir psixoloq o qədər çox insanla məşğul olması, yəni onun sağlamlığı açısından da, yəni belə psixoloji açıdan da çox yetərli deyil, yaxşı deyil və eyni zamanda hər bir şagirdə, valideynə, uşağa yetə bilmir. Onun üçün isə məktəblərdə psixoloqların sayı artırılsa daha yaxşı olardı. Düşünürəm ki, bugünkü verilişimizdə çox vacib məqamlara toxunduq. Bunun üçün sizə təşəkkür edirəm Leyla xanım. Sona yaxınlaşırıq artıq. Valideynlərə, uşaqlara, müəllim kollektivinə müraciətiniz, hər hansı bir tövsiyəniz varsa buyurub deyə bilərsiniz. Buradan valideynlərə, həm də ki müəllimlərə, eyni zamanda digər həmkarlarıma da səslənmək istəyirəm ki, əgər bir uşaq yetişdirmək istərsinizsə, ümumiyyətlə gələcəyə bir şəxsiyyət yetişdirmək istərsinizsə, ilk növbədə səbirli və dinləmə qabiliyyətiniz olmalıdır. Bugünkü verilişimizdə maraqlı mövzulara toxunduq, vacib tövsiyələr verdiniz. Bunun üçün sizə təşəkkür edirəm Leyla xanım. Mən də sizə təşəkkür edirəm ki, belə bir proqram açdığınız üçün, eyni zamanda məni də dəvət etdiyiniz üçün çox sağ olun. Çoxbilmişin cavabının mütəxəssis rəyi buraxılışında söhbətimiz sona çatdı. İzlədiyiniz üçün sizə təşəkkür edirəm. Sağ olun.